Salam millət, mən Sebastian. Yenə eyni paltardayım. Çünki işdən öncə çıxmışam. Deməli, sabah bir həftə tamam olur ki, mən hormonlara başlamışam. Dəhşətli dərəcədə çox sevinirəm və düşünmürdüm ki, bir həftə ərzində dəyişikliklər olar. Amma dəyişikliklər var və dedim sizi tanış edeyim. Deməli belə, səsim hələ də eyni səsdir, səsin dəyişməyinə hələ var. Ona görə həm də çox özümü narahat eləmirəm, çox fikirləşmirəm onu. Düzdür, ən çox istədiyim dəyişiklik bu dəqiqə səsin dəyişikliyidir. Səsin daha da aşağı olmasıdır, amma neynəmək olar? Gələcək, həmsi vaxtında gələcək. Hələ ki, deməli, dəyişikliklərdən ən birinci o oldu ki, 5-ci gün, keçən həftənin 5-ci günü, yəni iyunun 2-si 2017, birinci testosteron dozasını qəbul elədim. Özüm öz ayağıma şpritslə vururam. Bir də həkimə gedib, hər həftə həkimə gedib pul xərcləmək falan olmasın deyə, həm də həkimlər özlərinin vaxtına qənaət eləsin deyə mənim özümə icazə verdilər ki, özüm prosesi özüm eləyim. Deməli, 5-ci günü birinci dozanı qəbul elədim. Həftədə bir dəfədir, yarım milliqram şpritsə doldurursan, yəni birdə deyildi, yəni yarıdadır, birin yarısındadır, 0,5-dir. 0,5 vururam hələ ki. 3 ay ərzində 0,5 eləyəcəm, ondan sonra həkimim dedi ki, qaldıracaq dozanı, artıracaq dozanı. Qaldıracaq. Səhərsi gün oyandım, heç nə dəyişiklik yox idi. Heç bir şey dəyişməmişdi, hər şey eyni qaydada idi. Heç dəyişiklik gözləmirdim. İkinci günüsü 2 gün sonra, yəni bazar günü dəhşətli dərəcədə acırdım. 2 dəqiqədən bir yemək yeməli idim. Yəni dəhşətli dərəcədə acırdım və birdən-birə mənə enerji gəldi. Hardan enerji gəldi, necə enerji gəldi bilmədim, amma nəsə eləməli idim. Zala getdim, biraz idman elədim, biraz özümü yormağa çalışdım, çünki enerji hər yerdən enerji çıxırdı. Həmin gün, həm də bütün gün enerjili oldum, amma axşama doğru özümü qəribə hiss eləməyə başladım. Birdən-birə dəhşətli dərəcədə yorğunluq gəldi, birdən-birə bədən ağrımağa başladı, boğazım ağrımağa başladı. Elə bir qrip yox, soyuq dəymə kimi bir şey, simptomlar yaşamağa başladım. Hələ də boğazım ağrıyır. Bugün 4-cü gündür, sabah bir həftə olacaq ki, testosterona başlamışam, hələ də boğazım ağrıyır. Dostumla danışdım bu haqda, dedi ki, çox adamda elə olur. Güman ki, bədən qarışıb, yəni bədənin başı qarışıb, bədən çaşıb bilmir nə verir baş. İmmun sistemim dolaşıb qalıb ki, abala, sən nağarsan. Nağarsan, abala. Və elə bilir ki, xəstəlikdir və müqavimət göstərməyə çalışır. Yəni, ilk 1-2 gündə qızdırmam artdı, nə bilim, boğaz ağrısı, baş ağrısı, bütün əzələlərin ağrısı, yorğunluq falan. Birdən-birə elə oldu. 1-2 gün hələ çəkdim. Aclıq söhbəti hələ də dəyişməyib. Hələ də dəhşətli dərəcədə acam, həmişə yemək yeyirəm. Yemək yeməyəndə də yeməyə fikirləşirəm. Birinci dozanın üstündən hərdəsə 3 gün keçəndən sonra, 4 gün keçəndən sonra fiziki dəyişikliklər görməyə başladım. Görməyə deyəndə hiss eləməyə başladım. Çünki çox bədənimin iyi dəyişir. Dəhşətli dərəcədə çox tərləyirəm. Əvvəl də çox tərləyirdim, amma bu qədər yox.
həm də iyi, qəribə iyi gəlir. Pis deyil, yəni dəhşətli dərəcədə iyrənc iyi deyil, sadəcə fərqlidir deyə öyrəşməmişəm o iyə. Ana bacı bağışlasın, sidiyin falan iyi də dəyişib, daha güclü iyi gəlir, daha əvvəlki kimi deyil, yəni əvvəl gedirdin tualetə, yəni işini görürdün, heç nə hiss eləmirdin, heç iyi falan gəlmirdi də. Əlini yuyurdun, çıxırdın, işini gördün, vəsə. İndi oturursan, işini görürsən, balaca işini görürsən, böyük iş deyil elə. Balaca işini görürsən, iyi vurur burnuna ki, bu nədir belə, bu məndən çıxır, bu mənim iyimdir. O biri qapıdan adamlar girdi, sifətimə tərs-tərs baxdı. Biraz aşağıda zad-zudlar dəyişib, biraz fizioloji dəyişikliklər baş verir, görünüşü dəyişir, aşağıların, qurşaqdan aşağıların qəribədir. Dəhşətli dərəcədə seks haqda çox fikirləşirəm. Nə qəribədir bunu demək Azərbaycanca. İngilis dilində daha rahat olardı. Mentalitet vurub beynimə bu dəqiqə. Azərbaycanca danışanda biraz mental fikirləşirəm. Bizim Mingəçevir mentalitetini fikirləşirəm. Ona görə biraz qəribədir. Yəni bir şey gün bundan qabaq səhər oyandım, gördüm ki, nəsə bir şey eləmək lazımdır, çünki ölürəm. Ondan bəri beynimdən çıxmayıb fikir. İşdə, evdə, oturub PlayStation oynayanda, yemək yeyəndə həmişə eyni şey fikirləşirəm. Qız tapmaq lazımdır. Dərdim odur, bunu deyim. Əvvəl də o dərd var idi, amma elə də fikir vermirdim, elə də vecimə deyildi, amma bu son bir həftədə dəhşətli dərəcədə dəyişib birdən-birə. Danışmağa başladım da yenə fikirləşməyə başladım. Nəysə, çıxışım beynimdən çıxardım o fikri, çünki çox qəribədir bu dəqiqə. Oturub elə şeylərə fikirləşmək və video çəkmək. Birinci həftə üçün dəyişikliklər ancaq budur. Sabah ikinci dozamı vurmalıyam. Bəlkə çəkdim videoya, bəlkə çəkmədim, bilmirəm hələ ki. Amma bundan sonra fikirləşirəm ki, həftəlik hər həftə video çəkəcəm və hər gün bir selfie çəkəcəm ki, sonra məsələn aylıq dəyişiklikləri ya da illik dəyişiklikləri slideshow kimi göstərə bilim. Ki bədən deyəndə üz quruluşu falan dəyişiklikləri görə biləsiniz siz də. Özüm də görə bilim, çünki qıraqdan görmək daha asandır, nəinki özünə güzgüdə baxanda nəyisə görmək. Nəysə, izlədiyiniz üçün çox sağ olun. Suallarınız varsa kommentlərdə bildirin. Söz vermirəm ki, sualların hamısına cavab verəcəm, çünki indidən fikirləşirəm ki, bəzi suallar dəhşətli dərəcədə həddindən artıq şəxsi ola bilər. O suallara güman ki, cavab verməyəcəm, amma ümumi suallarınız varsa, proses haqqında nəsə bilmək istəyirsinizsə və ümumiyyətcə gələcək videolarda nə haqda eşitmək istəyirsinizsə deyin, yazın, abunə olun, hər şey aşağıda. Sevirəm hamını, özünüzə yaxşı baxın, gələn həftə görüşənə qədər hələlik.